Ətrafımızda panik atak keçirdən birinə necə kömək edə bilərik? Əgər qaranlıqdırsa, otağı işıqlandırıb pəncərələri açmağa çalışın. Açıq məkana çıxartmağa çalışın. Hava nə qədər sərin olsa, nə qədər soyuq olsa, bir o qədər yaxşıdır. Mümkün qədər ayaqqabısını çıxarıb, corablarını soyundurub, onun ayağının soyuq buz kimi səthə təmas etməsinə kömək edin. Qapalı bir məkandasınızsa, kondisioneri yandırın, otağı sərinləşdirin. Soyuducudan əlində tutmaq üçün soyuq bir şeylər verin. Nə qədər bacarır, əlində soyuq bir şeylər saxlasın. Çünki birinci ən vacib məqam sərin bir səthə təmas eləməkdir. Sonra 5-4-3-2-1 texnikasını işləyin. Dərindən nəfəs alıb verməsini təmin edin. Ona başa salın ki, dərindən, burnundan nəfəs alıb, ağzından yavaş-yavaş nəfəsini verməyə çalışsın. Otaqda olan əşyaları saysın. Bu da 5-4-3-2-1 texnikasına daxildir. Eşitdiyi səsləri desin. Söhbət etmək istəyirsinizsə, ancaq çalışın gələcəkdən yox, keçmişə aid baş vermiş xoş əhval-ruhiyyəli, xoş əhvalatlardan danışın. Çünki gələcək haqqında danışmaq bu insanları daha da təşvişə sala bilər. Sadəcə yanında oturub əlini tuta bilərsiniz. Mümkün qədər sakit qalmağa çalışın. Çünki emosiyalarınız yoluxucudur. Yanında oturan adam nə qədər sakit olsa, panik atak keçirən şəxs bir o qədər tez rahatlaşar. Əgər əynində dar və ya qalın bir paltar varsa, çalışın onu dəyişməyinə kömək edin. Rahat və sərin bir şeylər geyinsin. Unutmayın ki, əsas məqam burada sərin və soyuq təmasdır. Əgər hələ də deyirsə ki, özümü yaxşı hiss eləmirəm, öləcəkmiş kimi hiss edirəm, təcili yardıma zəng edə bilərsiniz.